Bir neçə il bundan öncə vəfat etmiş, milliyyətcə fars olan Ayətullah Müçtehidi İranın yüksək səviyyəli din xadimi idi. O, uzun zaman Qum şəhərində dindar tələbələrə əxlaq dərsi tədris edib. Elə buna görə də İranın dövlətə aid olan informasiya vasitələri onu böyük əxlaq müəllimi hesab edirdilər və hətta hələ də etməkdədirlər. O, əgər həyatda olmasa da yazı və filmləri informasiya vasitələrində bugün də yayılmaqdadır. O, İranda İslam hökumətinə tərəfdar olub və İranın dini rəhbəri, yəni Əli Xamneyinin yaxın dostu idi. Əli Xamneyni isə öz görüşlərində onu özünün əxlaq müəllimi olduğunu qeyd edir. İranda İslam dininin əxlaq müəllimi sayılan Müçtehidi belə deyir: Mən uşaqlıq zamanımda müyəssər oldum ki, türk dilini biraz öyrənim. Türk dilini öyrənmək yaxşı haldır, çünki cəhənnəmdə hamı bu dildə danışır. O xatırladır ki, bu barədə hədis var. Yəni, cəhənnəmdə türk dilində danışmaq Həzrəti Məhəmməd və ya imamların hansısa bir tərəfindən deyilib. O yenə də xatırladır ki, ərəblər və farslar cəhənnəmə gedəndə türk olurlar. Ayətullah Müçtehidi bu sözləri məsciddə söyləyir və o bu sözləri söyləyərkən onu dinləyən farslar ucadan gülürlər. Sizi dəvət edirik, onun dediklərini öz dilindən, sənət kimi ilk mənbədən eşidəsiz. Buyurun, dinləyin. پدرم بازار دکون داشت 18 ساله بودم ترکا میدن جنس بخرم من ترکی یاد گرفتم نه خیلی ها مثلا این تخمه بخوام بخرم تبریز میگم 20 دانه یمرتا بر منم یعنی 5 تا تخمه بده نون بخوام بخرم میگم 20 دانه شراک بر منم یه دونه نون به شما نمیتونید بعد 5 کیلو uzun ver bana yani انگور uzun یعنی انگور طبعا اینا یه خورده بعد میادم یاد بگه جهنم بخواد بره راحته چون جهنم ترکی حرف میزنه نه حدیث داره بهش عربی حرف میزنن نه اینکه ترکا میرن جهنم ترکای خوب عرب میشن آدمای عرب و فارس جهنم اگه بشن اونجا ترک میشن به ترکا بر نخوره که بگن یه وقتی آقای کنی در مسئله شیرینی گفته بود یه ترکی داد و بیداد شد بابا من نگفتم تو میری جهنم تو میری بهش عرب میشی اونایی که عربن اگه جهنمی بشن چی میشن؟ ترک میشن مثلا مأمور جهنم میخواد بگه برو جهنم میگه گت جهنم مأمور جهنم میگه برو جهنم اگه دیر بری میگه تزول یعنی زود باش یاد بگیری خوب یه خود ترکی یاد ولی شما انشالله محتاج نمیشین به جهنم. Siz özünüz şahid oldunuz ki, İranda əxlaq tədrisinin ustadı olan bu irqçi fars mollası türkləri din adı ilə necə təhqir edir? Doğrudan da inanılmaz bir vəziyyətdir. Mən sizə bir daha misal göstərirəm. İranda Hizbullahçıların tanınmış bir təlxəyi var. O bayram münasibəti ilə həmişə lətifələr söyləyər, adamları bu yolla gündürməyə çalışar. Onun lətifələrinin əsas mövzusu həmişə türkləri və ərəbləri təhqir etmək olub. Bu yerdə sizə yayacağım lətifədə o belə deyir. Bir türk gedir həkimin yanına, deyir ki, mən gecə yuxumda görürəm ki, eşşəklərlə futbol oynayıram. Həkim deyir, mən sənə 20 dənə həv yazaram. Hər gecə yatmamışdan öncə bir dənə həb batsan, yuxu görməzsən. Türk ona cavab verir. İzin icazə versəniz, sabah gecədən yatmağa, atmağa başlayaram. Həkim sual edir, nə üçün sabah gecədən atmağa başlayacaqsan? Türk cavab verir ki, çünki bu gecə eşşəklərlə olan futbolumun final oyunudur. İran Molla rejiminin tanınmış təlxəyinin də filmin sizə bir sənəd olaraq yayırıq. Buyurun, özünüz şahid olun. بله ترک رفت دکتر گفت دکتر من شبا خواب میبینم با خرها فوتبال بازی میکنم این چه خوابیه من میبینم یعنی چه دکتر گفتش که اینا اختلالات عصبی اشکال نداره من به شما 20 تا قرص میدم شب یه دونه تا 20 شب قبل از خواب میخوری
ترکی گفت ای دکتر اگه اجازه بدید من از فردا شب بخورم. گفت خب چرا امشب نخوری؟ گفت آخه امشب بازی فینال داریم.